Salam, mən Məhəmməd Əsədov adına 29 nömrəli tam orta məktəbin 8 A sinif şagirdi Fətəliyeva Məryəm. Lütfüzadə 1921-ci ildə Bakının Dovxanı kəndində dünyaya göz açıb. Atası Rəhim Ələsgərzadə əslən İranlı olan jurnalist, anası Fanya Korenman isə həkim idi. O, uşaqlığının ilk illərini Bakıda keçirsə də, sonradan ailəsi ilə birlikdə İrana köçmüş, təhsilini orada davam etdirmiş və nəhayət ABŞ-ın məşhur təhsil ocaqlarında MIT və Kolumbiya Universitetində zirvələrə doğru addımlamışdır. Lütfuzadənin ən böyük töhfəsi 1965-ci ildə irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsidir. O vaxta qədər dünya riyaziyyatı yalnız iki seçim üzərinə qurulmuşdu. 0 və ya 1, doğru və ya yalan, ağ və ya qara. Lütfüzadə isə sübut etdi ki, həyat və insan düşüncəsi bu qədər kəskin deyil. Onun məntiqinə görə ağla qara arasında minlərlə boz tonu var. Bəlkə də çoxumuz fərqində deyilik, amma bugün istifadə etdiyimiz texnologiyaların əksəriyyəti onun zəkasının məhsuludur. Məişət texnikası, paltarlayan maşınların suyun çirklilik dərəcəsini hiss etməsi, nəqliyyat, Yaponiyada metroların tam sarsıntısız idarə olunması, rəqəmsal texnologiya, fotokameralarda autofokus funksiyası və əl əsməsinin kompensasiyası, süni intellekt. Bugün danışdığımız süni intellektin təməl daşlarından biri məhz zadə məntiqidir.